Bugün həm də şad günümüzdür ki, İmam Həsən əleyhissalamın mövlud günüdür. Əhl-i Beytin kərimidir İmam Həsən əleyhissalam. İmam Həsən əleyhissalam İmam Hüseynin də imamıdır. Yaddan çıxartmayayım. Hər il mən bunu danışmışam. Bir nəfər görür ki, çox qəribə də heybəti vardı İmam Həsən əleyhissalamın. Görür çox izzətli, vüqarlı bir kişidir, şəxsdir. Deyir, bu kimdir belə bir kişidir. Deyirlər ki, bu Həsən ibn Əlidir. Deyir, hə, Əlinin oğludur. Nə yaxşı fürsət düşüb. Neçə ildir ürəyimdə söyüşlərim var. Söymək istəyirəm onlara. Qoy gedim ürəyimi boşaldım. Deyir, gəlir, dayanır İmam Həsənin qarşısında. Deyir özü ki, nə demək mümkündür dedim özünə və atasına. Deyir, mənə dinlədi. Dedi, deyəsən bu şəhərdə qəribsən. Təəccübləndim. Deyəsən Şamdan gəlmisən. Dedim, hə. Dedi, hə, Şamlılarda olur bizə belə münasibət. Qəribsənsə burada qalmağa yerin yoxdur. Bəs mənim evim sənin qulluğundadır. Deyir, mən mat-məəttəl baxıram. Əlimdən tutdu, deyir, apardı evinə, qonaq qaldım. Axırda deyir, məni izzətlə, hörmətlə yola saldı. Xəcalətdən deyir, yer ayrılsaydı yerə girərdim. Öz-özümə deyirdim ki, Allah yaxşı bilir. Risaləti hansı qapıda qərar verir, kimləri seçir. Allah kimi seçdiyini yaxşı bilir.